Zəfər günündən sonra ölkədə ciddi islahatlar və dəyişikliklərin baş verəcəyi barədə iddialar daha da güclənib. Yaxın günlərdə səs-küylü həbslərin olacağı, xüsusilə də Ramiz Mehdiyev olayı ətrafında yeni addımların atılacağı gözlənilir. Qlobal infaza danışan deputat Azər Allahverənov deyib ki, idarəetmədə islahatlar davam edir və prezidentin xüsusi nümayəndəlik institutu bu kontekstdə mühüm rol oynayır. Stat: Hazırda xalqın böyük gözləntiləri var. Çevik idarəetmə, qərarların mobil qəbul olunması və tapşırıqların operativ icrası məhz xüsusi nümayəndəlik vasitəsilə təmin olunur. İdarəetmə sistemi tədricən təkmilləşdirilir. 2026-cı ildə idarəçiliklə bağlı əlavə sərəncamlar və təşəbbüslər gözlənilir. Statın sonu. Real Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanın dövlət idarəçiliyində hələ də başqa ölkələrin maraqlarına xidmət edən şəxslərin mövcudluğu narahatlıq doğurur. Stat: Ramiz Mehdiyev və onun kimi digər şəxslərin təsirindən tam azad olunmaq üçün təmizləmə əməliyyatı aparılmalıdır. Bu proseslə yanaşı, idarəetmə sistemində, sosial və iqtisadi sahələrdə dərin islahatlar həyata keçirilməlidir. Məqsəd ölkədə idarəçiliyin daha məntiqli, şəffaf və effektiv bir mərkəzdən yönəldilməsini təmin etmək olmalıdır. Eyni zamanda, yerli özünü idarə etmə institutlarının gücləndirilməsi və icra hakimiyyətlərinin ləğvi kimi addımlar da vacibdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.